Salam, əziz və dəyərli buğa bürcləri, zəhmətkeşliyi, dözümlülüyü və həyata olan sarsılmaz bağlılığı ilə seçilən torpaq ünsürünün ən güclü təmsilçiləri. Bugün sizinlə birlikdə 11 may tarixindən başlayaraq 17 may tarifinə qədər davam edəcək o möhtəşəm 7 günlük zaman diliminin dərinliklərinə enəcəyik. Bu proqnoz sadəcə bir bürclər silsiləsi deyil, sizin üçün kainatın hazırladığı xüsusi bir yol xəritəsidir. Bilirik ki, siz buğalar üçün həyatda ən vacib olan şeylərdən biri təhlükəsizlik və sabitlikdir. Lakin bu həftə göy üzü sizə pıçıldayır ki, bəzən ən böyük gözəlliklər və ən böyük qazanclar gözlənilməz dəyişikliklərin içində gizlənir. İdarəçi planetiniz olan Veneranın zərifliyi və kosmik enerjilərin rəqsi altında keçəcək bu həftədə hər bir günün sizin ruhunuzda və maddiyyatınızda necə izlər qoyacağını addım-addım nəzərdən keçirək. Həftəyə 11 may bazar ertəsi günü ilə başlayırıq. Səhərin erkən saatlarında daxilinizdə həm biraz yorğunluq, həm də gələcəyə dair böyük bir ümid hissi daşıya bilərsiniz. Bazar ertəsi günü ayın mövqeyi sizin daxili dünyanızdakı o gizli istəkləri üzə çıxaracaq. İş həyatınızda yeni bir tempə başlamaq üçün özünüzdə böyük bir güc tapacaqsınız. Səhər qəhvənizi içərkən keçən həftədən qalan yarımçıq işləri deyil. Məhz bu həftə fəth etmək istədiyiniz zirvələri düşünün. Sizin üçün bazar ertəsi sadəcə bir iş günü deyil, həm də özünüzü sübut etmək üçün verilmiş bir şansdır. Ətrafınızdakı insanların bir qədər gərgin olduğunu hiss edə bilərsiniz, lakin sizin o məşhur sakit gücünüz bu gərginliyi aradan qaldıracaq ən böyük vasitədir. Günorta saatlarında rəhbərliklə və ya tərəfdaşlarla keçirəcəyiniz görüşlərdə sözlərinizi elə bir sərraflıqla seçin ki, hər kəs sizin müdrikliyinizə heyran qalsın. Unutmayın ki, sizin səbriniz ən çətin qapıları belə aça bilər. Axşama doğru isə maddi məsələlərlə bağlı gözlənilməz. Lakin çox xoş bir xəbər ala bilərsiniz. Bu, bəlkə kiçik bir məbləğdir, amma mənəvi dəyəri sizin üçün çox böyük olacaq. 12 may çərşənbə axşamı günü enerjilər daha da sürətlənir. Artıq yerinizdə durmaq istəməyəcəksiniz. Bugün ünsiyyət kanallarınız o qədər açıqdır ki, hətta uzun müddətdir danışmadığınız insanlarla belə ortaq dil tapa bilərsiniz. Çərşənbə axşamı sizin üçün yenilənmə günüdür. Əgər ofisinizdə və ya iş masanızda bir dağınıqlıq varsa, onu qaydaya salmaqla işə başlayın. Çünki ətrafınızdakı nizam sizin beyninizdəki nizamı təmsil edir. Sosial mediada və ya dost mühitində sizin fikirlərinizə ehtiyac duyulacaq. Bir çox insan sizdən məsləhət almaq, sizin təcrübənizdən yararlanmaq üçün müraciət edə bilər. Onlara qarşı səxavətli olun, çünki bugün paylaşılan hər bir xeyirxahlıq gələcəkdə sizə 2 qat olaraq geri dönəcəkdir. Axşam saatlarında isə özünüzə biraz zaman ayırmaq, bəlkə bir kitab oxumaq və ya gələcək səyahət planları qurmaq ruhunuzu dincəldəcək. 13 may çərşənbə günü həftənin ən həlledici günlərindən biridir. Kosmik səviyyədə bəzi planetar toqquşmalar sizin qərarlılığınızı sınağa çəkə bilər. Ola bilsin ki, iş yerində bir layihənin gedişatı gözlədiyiniz kimi olmasın və ya şəxsi münasibətlərdə kiçik bir anlaşılmazlıq yaransın. Lakin əziz buğalar, sizin xarakteriniz fırtınalara dözmək üçün yoğrulub. Bugün tələsməyin günü deyil, gözləməyin günüdür. Əgər bir hadisə sizin nəzarətinizdən çıxırsa, onu güclə geri qaytarmağa çalışmayın. Sadəcə kənardan izləyin və hadisələrin öz təbii axarı ilə necə həll olunduğunu görün. Çərşənbə günü günorta saatlarında sağlamlığınıza, xüsusən də həzm sisteminizə diqqət yetirin. Stressdən qaynaqlanan kiçik ağrılar ola bilər, buna görə də bitki çayları və yüngül qidalar sizin ən yaxın dostunuz olacaq. 14 may cümə axşamı günü Veneranın sehirli toxunuşunu hər anınızda hiss edəcəksiniz. Bugün gözəllik, sevgi və estetik duyğular ön plana çıxır. Əgər xarici görünüşünüzdə bir dəyişiklik etmək istəyirsinizsə, yeni geyimlər almaq və ya saç stilinizi dəyişmək istəyirsinizsə, məhz cümə axşamı bunun üçün yaradılıb. Güzgüyə baxdığınızda özünüzü bəyənməyiniz sizin daxili enerjinizi də yüksəldəcək. Sevgi həyatınızda isə bugün buzların əriməsi günüdür. Əgər partnyorunuzla aranızda bir soyuqluq varsa, kiçik bir jest, səmimi bir mesaj və ya xoş bir söz hər şeyi kökündən dəyişə bilər. Subay buğalar üçün isə bugün yeni və maraqlı tanışlıqlar üçün olduqca əlverişlidir. Ola bilsin ki, heç gözləmədiyiniz bir məkanda ruhunuzu oxşayan bir insanla qarşılaşasınız.
Ürəyinizi kainatın bu şirin sürprizlərini açıq saxlayın. 15 may cümə günü həftənin yorğunluğunu üzərinizdən atmaq üçün bir fürsət kimi qarşınıza çıxır. Artıq işlərin böyük hissəsini yoluna qoymusunuz və indi nəticələrdən həzz almaq vaxtıdır. Cümə günü maliyyə planlaması üçün mükəmməl zamandır. Gəlir və xərclərinizi tərəziyə qoyun, gələcək ay üçün büdcənizi müəyyənləşdirin. Sizin üçün maddi müstəqillik hər şeydən vacibdir və bugün atacağınız hər bir ağıllı addım gələcəkdə sizə böyük bir rahatlıq bəxş edəcək. Günün ikinci yarısında dostlarınızdan gələcək maraqlı bir təklif sizi həyəcanlandıra bilər. Bəlkə bir həftə sonu səyahəti və ya maraqlı bir tədbirə dəvət. Bu təklifi dəyərləndirin, çünki sosiallaşmaq sizin üçün həm də yeni iş imkanları deməkdir. 16 may şənbə günü tamamilə sizin şəxsi komfortunuz üçün ayrılıb. Biz bilirik ki, buğa bürcləri evlərini çox sevirlər. Şənbə günü evinizi bir məbədə çevirin. Bəlkə bir neçə şam yandırın, sevdiyiniz musiqinin sədası altında ev təmizliyi edin və ya mətbəxdə möcüzələr yaradın. Sizin əlinizin dadı məşhurdur və bugün hazırlayacağınız yeməklər ailə üzvləriniz üçün əsl ziyafətə çevriləcək. Ailə daxilində səmimi söhbətlər, köhnə albomlara baxmaq və ya sadəcə birlikdə susub dincəlmək sizə illərlə unudulmayacaq bir hüzur verəcək. Şənbə günü həm də yaradıcı hobbilərinizlə məşğul olmaq üçün ideal vaxtdır. Şəkil çəkmək, toxumaq və ya bağçanızda güllərlə məşğul olmaq sizin ruhunuzun təmizlənməsinə kömək edəcək və nəhayət 17 may bazar günü. Bugün 11 maydan başlayan bu maraqlı səyahətin yekunlaşdığı gündür. Bazar günü özünüzlə tək qalmaqdan qorxmayın. Keçən 6 günü analiz edin. Nələr öyrəndiniz? Hansı çətinliklərin öhdəsindən gəldiniz? Və ən əsası, növbəti həftəyə necə bir enerji ilə başlamaq istəyirsiniz? Bazar günü günorta saatlarında biraz yuxu və ya meditasiya etmək beyninizi gələcək planlar üçün təmizləyəcək. Sizin ən böyük gücünüz dayanıqlı olmanızdır, lakin bədəninizin də dincəlməyə ehtiyacı var. Bazar günü axşamı erkən yatmağa çalışın ki, yeni həftəni daha parlaq gözlərlə qarşılayasınız. Bu həftənin ümumi energetikasını xülasə etsək, görərik ki, 11-17 may tarixləri sizin üçün sanki bir məhsul yığımı dövrüdür. Əkdiyiniz zəhmət toxumlarının yavaş-yavaş cücərdiyini görəcəksiniz. Sağlamlıq tərəfində isə xüsusilə boğaz və boyun nahiyənizi qorumalısınız. Kondisionerli mühitlərdən və ya çox soyuq içkilərdən uzaq durun. Həmçinin bədəninizdəki su balansını qorumaq üçün bol mayı qəbul etməyi unutmayın. Sizin dəriniz və gözləriniz sağlamlığınızın aynasıdır. Onlara qayğı ilə yanaşın, əziz buğalar. Bu həftə kainat sizə deyir ki, sən dəyərlisən, sən güclüsən və sənin bacarmayacağın heç bir şey yoxdur. Hər addımınızda bu inamı hiss edin. Sizin torpaqdan aldığınız o qədim və sarsılmaz enerji bu həftə sizi hər cür çətinlikdən qoruyacaq bir qalxan olacaq. Sevgidə dürüst, işdə əzmkar, özünüzə qarşı isə rəhmli olun. Bəzən özünüzü tənqid etməyi kənara qoyun və qazandığınız uğurları bayram edin. Həyatın dadını çıxarmaq buğa bürcünün təbii haqqıdır. Bu 13.000 hərflik sevgi və ulduz dolu proqnozumuzla ümid edirik ki, hər bir gününüz aydınlıqla dolacaq. Göy üzündəki ulduzlar daima yolunuzu işıqlandırsın, cibiniz dolu, qəlbiniz huzurlu və canınız sağ olsun. Yeni proqnozlarımızda görüşənədək özünüzə çox yaxşı baxın və unutmayın ki, kainat sizi sevir.